Hamıya salam. Bugün sizə 7-ci söz haqqında danışacağım. Bu 7-ci söz yaxşılığı üzə vurma adı altındadır və bu adın altında çox incə məqamlar gizlənib, hansılara ki, özüm də əməl etməkdə çətinlik çəkirəm. Amma bu seriyanı davam etdirməyə məcburam, çünki həyatımı dəyişdirmək istəyirəm. Ona görə də bu videonu çəkirəm, gec də olsa. Bu sözə nələr aiddir? Birinci olaraq mübahisədən uzaq durmaq lazımdır. Qısa və konkret, haqlı olduğun halda belə. İkincisi, uyğun olmayan, sənə fayda verməyən ortamlardan uzaq durmaq lazımdır. Üçüncüsü, hisslərə hakim olmaq, ağıl və məntiqlə qərar vermək lazımdır. Hansı ki, səhvlərimizin çoxu buna görə baş verir. Daha sonra yersiz zarafatlara gülməmək lazımdır. Bu da kişinin heybətin, onun ciddiliyin aradan götürür. Daha sonra ədəb qaydalarına əməl etmək lazımdır. Hansı ki, bir şeirdə deyir: Gəzdim Hələb ilə Şamı, eylədim elim tələb. Gördüm ki, məyər bir heçmiş, illa ədəb, illa ədəb. Daha sonra səhvi etiraf etmək və üzr istəməyi bacarmaq lazımdır. Ondan sonra yaxşılıqları üzə vurmamaq lazımdır. Başa qaxanc etməmək lazımdır. Hansı ki, İslamda belə bir anlayış var. Allah üçün etmək. Və Allah üçün edilən əməl elə bir əməldir ki, onun qarşılığı yalnız Allah tərəfindən verilir. Və insanlar tərəfindən bir qarşılıq gözlənilmir. Digər bir çətin məqam isə valideynlərlə düzgün rəftar etməkdir. Valideynlərlə gözəl davranmaq mütləq ki, vacibdir. Onların bizə necə davranmasından asılı olmayaraq. Çünki onların bizim üzərimizdə haqqı var, ödənilməzdir. Daha sonra ümidsiz olmamaq lazımdır. Allahdan ümidini yalnız kafirlər üzər. Əzimli və inadkar olmaq lazımdır. Bir işin dalınca sonuna qədər getmək lazımdır. Gördüyün işi mükəmməl görmək lazımdır. Və bununla bitməyib, öz dediklərinə, verdiyin məsləhətlərə özünün də əməl etmək lazımdır. Və bunlara əməl edərək nöqsanları minimuma endirmək lazımdır. Düzdür, mükəmməllik heç vaxt mümkün olan deyil. Çünki mükəmməllik yalnız Allaha məxsusdur. Daha sonra bunlarla da yetinməyib, nəfsi tərbiyə etmək lazımdır. Təbii ki, dediklərimin hamısı nəfsi tərbiyə etməyə xidmət edir. Allah Rəsulü buyurur ki, cənnət nəfsin sevmədiyi şeylərlə əhatələnib. Cəhənnəm isə nəfsin xoşladığı, yəni nəfsə xoş gələn şeylərlə əhatələnib. Biz də ona görə nəfsimizin əksinə olan şeyləri etməliyik. Fikir versəniz, sadaladığım şeylərə hal-hazırdakı zamanədə çox insan əməl etmir. Çünki bu onların nəfslərinə ağır gəlir. Bunlara əməl etmək onlara çətindir. Ona görə də uğur qazanmaq istəyən insan bu qaydalara, bu sözlərə, bu fikirlərə əməl etməlidir. Nə qədər də çətin olsa. Özünüzdən müğayət olun. Daim Allaha bağlı qalın. Sağ olun.